Salam. Bugün səninlə Azərbaycan Respublikasının vergi məcəlləsinin a, bəzi maraqlı tərəflərinə baxacağıq. Məqsədimiz odur ki, bu böyük sənəddən sənin üçün ən vacib, ən diqqət çəkən məqamları, belə deyək, çıxaraq. Bəli, həqiqətən məcəllə çox əhatəlidir. Amma biz əsasən fərdlər üçün, bir də bizneslər üçün aktual olan bəzi, necə deyim, təməl anlayışlara, bir də son dəyişikliklərə fokuslanacağıq. Gəl başlayaq, görək bu vergi dünyasında yəni nələr baş verir sənin üçün. Əla, gəlin elə başlayaq. İlk olaraq məcəllə sahibkarlıq fəaliyyəti deyəndə nəyi başa düşür? Yəni bunun tərifi nədir? Əsasən belədir, mənfəət götürmək məqsədi ilə müstəqil şəkildə öz riskindən gördüyün işdir, gəlirlər də fərqli ola bilər. Məsələn, Azərbaycanda muzla işləyirsənsə oradan gəlir, ya da mədəniyyət, elm, idman kimi sahələrdən nəsə qazanırsansa o ödənişlər. Bir də var qeyri-sahibkarlıq fəaliyyəti, tutaq ki, evini kiraya verirsən ya da satırsan. Bundan illik gəlirdən 14% dərəcə ilə vergi tutulur. Maraqlıdır. Bəs məcəllədə biznesi, xüsusən də kiçik biznesi həvəsləndirmək üçün nəsə güzəştlər falan varmı? Eşitmişəm ki, mikrosahibkarlar üçün nəsə xüsusi şərtlər var. Hə, bəli, bu çox vacib məqamdır, düz vurğuladın. Müəyyən şərtlər var. Əgər onlara cavab verirsə, mikrosahibkarlıq subyekti sayılan hüquqi şəxslər üçün mənfəət vergisində açığı ciddi güzəşt var. Mənfəətin tam 75% vergidən azaddır. Bu yəni birbaşa kiçik biznesə dəstəkdir ki, ayaqda qalsın, inkişaf eləsin. Bundan başqa KOB klasterləri var, yəni bir yerdə işləyən kiçik orta bizneslər, bir də startaplar üçün də xüsusi vergi azad olmaları güzəştlər var. Məsələn, KOB klaster şirkəti reyestrə düşdüyü tarixdən səhv etmirəmsə 7 il mənfəət vergisindən azad olur. Bu biznes üçün həqiqətən yaxşı səslənir. Bəs gündəlik həyatda, yəni biz, istehlakçılar üçün birbaşa hiss edəcəyimiz bir şey varmı? Məsələn, mağazalarda ödədiyimiz ƏDV. Tez-tez danışılır bu haqda. Əlbəttə, əlbəttə. Bu mexanizm birbaşa sənə toxunur. Pərakəndə ticarət yerlərində, kafelərdə, restoranlarda bəzi istisnalar var. Məsələn, neft, qaz, avtomobil kimi. Bunlardan başqa ödədiyin ƏDV-nin bir hissəsini geri ala bilirsən. Özü də nağdsız ödəyəndə, yəni kartla, daha çox qaytarılır ƏDV-nin 17,5%. Hə, deməli kartla ödəmək daha sərfəlidir. Bəli, bəli. Nağd ödəyəndə isə 5%-dir. Yəni bu həm də nağdsız ödənişlərə bir stimuldur da, necə deyim. Hətta, məsələn, teatra, kinoya, muzeyə gedəndə kartla ödəniş etsən, ödədiyin ƏDV-nin düz 50%-i geri qayıdır. Bu da, yəni, az deyil. Doğrudan, bu lap əlaymış. İndi gəl çox aktual bir mövzuya keçək. İşğaldan azad edilmiş ərazilər, orada biznes qurmaq istəyənlər üçün vergi baxımından xüsusi bir rejim, güzəştlər tətbiq edilirmi? Bəli, bəli. Dövlət o ərazilərin tez bərpa olunması, iqtisadiyyatının canlanması üçün həqiqətən də çox ciddi vergi güzəştləri tətbiq edir. Orada qeydiyyatdan keçib işləyən rezidentlər, fərqi yoxdur, fiziki şəxsdir ya hüququ, 2023-cü il yanvarın 1-dən başlayaraq düz 10 il müddətinə bir çox əsas vergidən azaddılar. Hansılardır? Mənfəət vergisi, ya da gəlir vergisi, əmlak vergisi, torpaq vergisi, bir də sadələşdirilmiş vergi. Bunlardan tam azaddılar. Hətta onu da deyim ki, istehsal üçün lazım olan bəzi texnika, avadanlıq, xam mal gətirilirsə, onların idxalı da ƏDV-dən azaddır. Bu, ora investisiya qoymaq üçün çox güclü bir təşviqdir, açığı. Bu həqiqətən böyük dəstəkdir, bəli. Bəs vergi orqanları ümumiyyətlə qaydalara əməl olunmasına necə nəzarət edir? Məsələn, eşitmişəm qiymətlərlə bağlı nəsə mexanizmlər var? Hə. Məcəllədə bazar qiyməti deyə bir anlayış var. Əgər vergi orqanı görürsə ki, sən malı və ya xidməti, belə deyək, əsassız olaraq bazar qiymətindən xeyli aşağı göstərmisən. Məsələn, ticarətdə 10%-dən çox, tikinti istehsalda 20%-dən, başqa sahələrdə 30%-dən çox aşağıdırsa qiymət, onda vergilər o aşağı qiymətə yox, real bazar qiymətinə görə hesablana bilər. Yəni vergidən yayınmanın qarşısını almaq üçün. Bəli, bəli, məqsəd odur ya. Həm də vergi borcu yaranıbsa və ödənmirsə, iş məhkəməyə gedə bilər. Sonra da borclunun əmlakı hərracda satıla bilər. Belə mexanizmlər də var. Aydın oldum. Bəs biz vergi ödəyiciləri üçün işləri asanlaşdıran nəsə yeniliklər varmı?
Elektron xidmətlər falan, indi hər şey rəqəmsallaşır axı. Əlbəttə, dövlət vergi xidməti bu sahədə doğrusu çox iş görüb. İndi bir çox şeyi bəyannamə vermək, borcun var ya yox öyrənmək, müxtəlif arayışlar almaq və s. hamısını tamamilə elektron qaydada etmək olur. Çox rahatdır. Hətta xaricdə yerləşən, amma elektron ticarətlə Azərbaycandakı müştərilərə nəsə satan şirkətlər var ha, onlar üçün də elektron qaydada EDV qeydiyyatına düşmə mexanizmi var artıq. Bu həm rahatlıqdır, həm də, necə deyim, şəffaflığı artırır. Deməli, belə ümumiləşdirsək, vergi məcəlləsi təkcə pul yığmaq üçün bir sənəd deyil də, o həm də iqtisadi siyasətin bir alətidir, kiçik biznesə kömək edir, müəyyən regionları, məsələn, azad edilmiş əraziləri inkişaf etdirir, hətta sənin kimi istehlakçıların davranışına təsir edir. Nağdsız ödəniş məsələsi kimi. Tamamilə doğrudur, tamamilə. Amma bir şeyi də unutmayaq, vergi qanunları çox dinamikdir, tez-tez dəyişir, güzəştlər var, imkanlar var, amma qaydaları pozanda da, yəni maliyyə sanksiyonları, məsuliyyət tədbirləri də var. Ona görə məlumatlı olmaq şərtdir. Onda belə çıxır ki, əsas sual budur bəlkə də, bu qədər mürəkkəb, həm də daim dəyişən sistemdə necə etməli ki, həm qanunlara düzgün əməl edəsən, həm də məcəllənin verdiyi o imkanlardan, güzəştlərdən maksimum yararlanasan. Bunun ən yaxşı yolu hansıdır? Bu, həqiqətən üzərində düşünməyə dəyər bir sualdır. Ümid edirik ki, bugünkü söhbətimiz sənin üçün bu yolda heç olmasa biraz işıq oldu.